Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla vişnəli pomidor salata hazırlayacağım. Salata hazırlamaq üçün əvvəlcə vişnənin dənəsini çıxardıram. 4 ədəd pomidor götürmüşəm. Özək hissəsini çıxartdıqdan sonra bu qaydada doğrayıram. İstəsəniz kubik şəklində də doğraya bilərsiniz. 2 ədəd qırmızı soğan götürmüşəm. Soğanı da samanvari şəkildə doğrayıram. Qırmızı soğan bu salata çox gözəl dad verir. Göyərti olaraq şüyüd, göy soğan və reyhan götürmüşəm. Göyərtiləri bir yerdə doğrayıram. Vişnənin üzərinə pomidoru, əvvəlcədən doğradığım soğanı, göyərtini əlavə edirəm. Bir diş sarımsaq əlavə edirəm. Sarımsağı çox sevirsinizsə miqdarını artıra bilərsiniz. 1 yemək qaşığı alma sirkəsi, 3 dolu yemək qaşığı da zeytun yağı əlavə edirəm. Duzun istiotunu əlavə edib qarışdırıram. Duzun istiotun miqdarını zövqə görə artırıb azaltmaq olar. Salatı qarışdırdıqdan sonra yaxşı olar ki, yarım saat soyucuda saxlayıb sonra süfrəyə verəsiniz. Süfrəyə verərkən üzərinə ağ küncüt səpirəm. Artıq gördüyünüz kimi salata hazırdır. Asan üsulla cəmi 5 dəqiqəyə ləzzətli salata hazırlamaq olar. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.